Xarkov vilayəti Ukraynanın 24 vilayətindən biri. Vilayətin böyüklüyü təxminən 31.500 kvadrat kilometrdir. Vilayətdə təxminən 2.4 milyon adam yaşayır. Vilayətin təxminən 80% şəhərlərdə yaşayır, digərləri isə kəndlərdə. Bu vilayətə Xarkov, Izyum, Kupyansk, Lazova, Çuqayev kimi şəhərlər daxildir. Vilayət 27 fevral 1932-ci ildə yaradılıbdır. Vilayətin inzibati şəhər mərkəzi isə Xarkov şəhəridir. Xarkov şəhəri 1654-cü ildə salınıbdır. Buranın əsas gəlir yerləri sənaye, energetika kompleksi, həmçinin təbii qaz. Xarkov vilayətində Ukraynada olan təbii qazın təxminən yarısı çıxardılır. Həmçinin Xarkov vilayəti demək olar ki, Ukraynanın bütün vilayətləri olduğu kimi kənd təsərrüfatı və heyvançılıqla məşhurdur. Burada günə baxan tumları, buğda, kukuruz və digər kənd təsərrüfatı yetişir. Həmçinin vilayət süd, yağ, pendir kimi digər məhsullar istehsal edir. Bunların hamısı da satışa gedir. Bunlar da vilayətin gəlir yerlərindən biridir. Xarkov vilayəti Ukraynanın Poltava vilayəti, Sum vilayəti, Dnepropetrovsk, Donetsk və Luqansk vilayəti ilə sərhədi var. Həmçinin buranın Belqrad vilayəti ilə də sərhədi var. Yəni Rusiya ilə də sərhədi mövcuddur Xarkov vilayətinin.